Sanşetdə. Pulumuz olmaz. O ne deməkdir bacı? Hə, deyir evdə fit salma, pulumuz olmaz, kamadı. Yoxsunuz. Sama deyir, yox olmuşsan. Hə. Adət pişlə adam tapa bilmədim, verim. Ben baxın, göbəyə cips eləmişəm evdə. Zeyn və bədən xoş gəlmişsən ürəyim. Evdə göbəyə cips eləmişəm, qız da çox dadlıdır da yəni. Onların başqadılar da, uff. Yemişəm balığı aşkım, paylaşmışam yeməyi səhifəmdə. Neyinisən ürəyim, necəsən? Ne yiyirsiniz göbəyə cipsi? Mən yiyə arıqlayıram. Mən yiyə arıqlayıram. Bax, yağın içində qaynaya göbələk bişirmişəm. Batırıram bax sozuna. Yiyirəm. Saat gör neçədir? 23:00 da. Balıq yemişəm çörəklə özdə. Girib kanvüs yemək yazıb baxa bilərsiniz. Girib oradan baxın. Ondan sonra ürəyim nə istəyir yiyirəm bacı. Amma yiyə darıqlayıram. Ürəyim istəyən vaxt yiyirəm. Deyil səhifəsi yuxarıda qeyd olunub. Zehin və bədən. Daha yazıb ki, yaxından görmüşəm Güneldə. Çox uzun və arıq xanımdır. Boyum 1.68'dir, kilom da hal-hazırda 53'dür. Və həyatda ekrandan daha gənc görsənir. Çox sağ ol həyatım. Allah razı olsun. Əlbəttə ki, ödənişlidir. Ay ürəyim, ödənişsiz kim arıqladar? Ödənişsiz, qardaşıma deyən 5 manat ver, deyəcək 5 manatım yoxdur. Durum, niyə cəmaat sizi ödənişsiz arıqlatsın ki? Səhifəsi yuxarıda qeyd olunub, qızlar, dietasız, kofesiz, arıqlama çaysız, neynirik, gözəl və canlarım, ürəklərim, gözəl bacılarım, mənimlə birlikdə artıq çəkidən azad olursunuz. Ye qarnıma çorluq vermə, narahat olma aşkım, yiyirəm qarnıma da çorluq vermirəm. Ödəniş neçədir? Ödənişi özümdən soruşun, səhifəsi yuxarıda qeyd olunub. Göməyə düz göstərib görüm, nətər çıxdı. Ne sen söyle ben söyleyeyim kız. Acı değil. Elə bir bacı biraz ötürmüşəm. Yox bacı, bax de Simada gəldi. Simada zehn və bədənlə arıqlayıb. Deməli Sima neçə ay Sima sen neçə kilodan düşmüşdün deyib acı, mənim dediyimə inanmırlar, ona görə sənə deyirəm. Neçə kilodan düşmüşdün gözəl bacım? 80 kilo 100'dən neçəyə düşdün? Nəfəs xoş gəlmirsən. Hə, neçədən düşdün? İstədiyiniz yeməyi evdə bişirib yiyirsiniz. Ürəyiniz neysə, 16 söndürür quş.
İstədiyiniz yeməyi evdə bişirib yeyirsiniz. Ürəyiniz nə istəyir, onu yeyirsiniz və arıqlayırsınız. Dodağım belədir, ağzım pis görsənir. Hə, nə edirsən? Ağ çörək yeyirsən, qara çörək yeyirsən. Sima 3 il bundan qabaq əməliyyat edib, bu bir. Sima dünənə qədər kökü idi. Özünüz də deyirdiniz ki, Sima niyə qoşulub arıqlamır? Sima niyə qoşulub arıqlamır? Sima niyə? Nə oldu? Sima arıqlayan kimi sırazı deyirsiniz. Sima onsuz da əməliyyat olmuş. Az bəs sürün də. Sima dünənə qədər kökü idi və nə oldu? Deyirdiniz, Simanı da arıqladım. Nə oldu bə? Günah deyə Allah haqqı, xalqın haqqına girirsiniz. Nəylə arıqlayırsınız? Zehin və bədəni. Dedim onun altını söndür. Getdi. Neysə bazı. Bu xanım da əməliyyat olub, amma görürsünüz hər gün yemək yeyir, yenə də kökəlmir. Demək ki, doğru deyir də. Ay ürəyim, qurban olaram sənə, başıma dönərəm sənin. Əməliyyat olan xanımların 99 yoxu 100% kökəlir. Ona həkim də deyir ki, yeməyinizə diqqət edin. Əməliyyat olub deyənə kökəlməyəcək deyən bir şey yox deyir. Qoşuldun, arıqlamadın sən? Axşamı xeyir ürəyim. Neçə pişiyim var? 24. Salam ürəyim, salam. Necəsiz? Yalan deyil, mən də qoşulmuşam. 24 pişik, bəli. Diyetasız, kofesiz, arıqlama çayı olmadan, detoks çayı olmadan bir ayın içində çəki atırsınız. Hə, evdə saxlayıram ürəyim. Dırnaqlarım mənim 2023-dən yoxdur. Hal-hazırda 53 kiloyam. Gəlib canlı şəkildə də günel ticarətdə görə bilərsiniz. Ödənişi özündən soruşun, yuxarıdadır. Qonşum qoşulub 15 kilo çəki atıb, Arzum xanım yazıb. Heçini almırsınız, yalnız bir aylıq pulunuzu ödəyirsiniz. İkinci ayda necə arıqlamaq lazımdır sizə deyir. Nə yaxşı qoymuram da ürəyim, istəmirəm. Aytaç xanımla əlaqə saxlamaq istəyənlər yuxarıdadır, deyil nömrəsi, zehin və bədən. Ora girirsiniz, nömrəsini götürürsünüz. Bacı, nə yaxşı, Allah gözəl ürəyinə görə versin, pişiklərə görə. Çox sağ ol, ömrüm günüm. Əlavə yeməklər heç nə olmur, bacı. Evində nə var, bişirirsən, onu yeyirsən ancaq. Evində nəyin var, bişir, onu ye. Bax, ətim var, ət bişir, supun var, sup bişir, makaronun var, makaron bişir. Evində nəyin var, bacım qurban olsun sənə. Ətbəyin var, ətbəy ye, yaman ətbəy ye. Az ağzım, dodağıma görə əsəblərim oynayır, Allah qısaba düzələcək. Boyum 1.64'dür, kilo 90 kilo çoxdur aşkım, çoxdur. Ayrım, ödənişi soruş da özündən deyil, yuxarıda səhifəsi qeyd olunub, soruş da ömrüm günüm. Hər şey yeyirəm, gözünüzün qabağında yazın kanvüs yemək. Mənim yemək səhifəmə baxın, hər gün bir dənə orada video paylaşılır. Yemək səhifəmə baxın, mən hər gün yemək yeyirəm, bacı. Hər gün yemək yeyirəm də, biraz gülməli çıxır. Ürəyim nə vaxt istəyir yemək yeyirəm. Təbii ki, insan yaşayırsa hər gün yemək yeməlidir da. Yəni, biraz gülməli çıxır. Allah haqqı bilmirəm, üzələdiyim sizə, Allah'ın adına olsun. Yəqin ki 16 saat ac qalırsan, 8 saat yeyirsən. Mən 16 saat. Ay qız, mən ac qala bilmirəm. Mən ümumiyyətlə ac qala bilmirəm. Mən ac qalanda dizim əsir. Əlim titriyir. Başım çönür, beynim heç nə görmür. Gözüm heç nə görmür. Beynimin qapağı atır.
Can deyirsən, azar eşidirəm mən. 100 manat baha zat deyil. Ətin kilosu 23 manatdır. Ay ömrüm, deyək yuxarıdadır da səhifə. Ay başıva dönüm, ay qurban olum. Ay gözəl bacım. Deyək yuxarıda sabitlənib də zehin və bədən. Üstünə bas, səhifəsinə gir. Hə, dodağımı əritmişəm. Ay Allah. Ay Vüsalə, sən niyə qışqırırsan? Yavaş danış da, eşidəcəklər də səni. Çöldə deyilsən ki. Niyə qışqırırsan ki? Düz demirəm sən Allah qızlar. Mən niyə qışqıra danışıram ki? Hə qızlar, görsən yavaş da danışın. Eşidirsiniz məni bacı? Hə, eşidirsiniz? Hə. Eşidirsiniz məni? Deyimdə eşidirsiniz eşidir. Hə, belə rahat eşidilir. Hə, mən niyə qışqırıram ki bayaqdan? Qışqıra danışmaq bilsən hardan gəlib bacı? Bax, evdə o qədər kişi ilə dava eləmişəm ki, yavaş deyəndə eşitmirdi. Mən də qışqıra danışırdım. And ola Allaha. Ondan gəlib, ondan psixoloji olaraq beynimdə qalıb. Bax, psixoloji olaraq Aytac da sizi arıqladır. Beynimizə yeridir və siz arıqlayırsınız. Bir ay arıqlayandan sonra Aytacın dedikləri ilə gedirsiniz. Aytac xanımın dediklərini bir ay eləyəcəksiniz, arıqlayacaqsınız. Ondan sonra Aytac xanımdan ayıracaqsınız yollarınızı, marafondan çıxacaqsınız. Bax, and ola Allaha deyirəm sizə. Dediklərini birəbir öz qaydavızla gedəcəksiniz və zamanla görəcəksiniz ki, nə qədər yiyirsiniz, amma kökəlmirsiniz. Hə, dodağımı sabah düzəldəcəm. İndi sakit danışıram, çünki beynimə çatdı ki, mən qışqırıram. Hə, pulu da yaxşıdır. Normaldır bacı. Pulu da superdir, əladır. Dietasız, kofesiz, arıqlama çaysız, detoksuz, ağzım əyilir danışanda əsəblərim oynayır. Hə, heç nəsiz arıqlayırsınız. Aytac xanımın səhifəsi yuxarıda qeyd olunub. Qoşulun bizimlə bərabər siz də arıqlayın. Necə qoşulasınız? Yuxarıdadır səhifəsi. Aylığı nə qədərdir? Aylığın özündən soruşur. Dodaqlarımı əritmişəm. Aytac xanım, gözəl bacım, deməli, artıq illərdir ki, bu işlə məşğuldur. Xanımlara kömək eləyir, xanımları arıqladır. Həm psixoloji dəstək olur xanımlara, həm də ki, arıqlanmaqlarına kömək olur. Gözəl xanımlarımız, əgər siz də Novruz bayramında qəşəng yemişsinizsə, kökəlmişsinizsə, problem yoxdur. Aytac xanım sizi bir ayın içində fit eləyəcək. Nə etmək lazımdır? Aytac xanıma qoşulmaq lazımdır. Sadəcə olaraq qoşulun, arıqlayın. Aytac xanımın səhifəsi də yuxarıdadır. Tək qarnı da Aytac xanım bölgesel olaraq necə arıqladır qızlar? Arıqladanda bütöv bədər arıqladır. Amma elə xanımlarımız var ki, deyirik, mən arıqlayıram, amma mənim qarnım arıqlatmır. Elə bölgesel də arıqladır qızlar. Az yoxu dişlərim yerindədir, nə deyiş? Bağışlayın, palto var satışda. Bacı, sən Allah mənlə məzələnirsən. İndiyənə palto qalar, qurban olum. Aytac, qoşulmaq istəyirsən canlıya. Dietasız, kofesiz bir ayın içində çək atırsınız.
Bu belə qoyun, belə rahat danışım. Deməli, gözəl xanımlarımız, artıq bilirsiniz ki, bir neçə aydır mən Aytaç xanıma qoşuldum. Aytaç xanımla birlikdə artıq çəkimdən azad oldum. Bunu məni canlı görənlər çox gözəl bilir ki, ekran insanı 7 kilo kök göstərir. Mən hal-hazırda ekranda göründüyüm kimi dolu deyiləm. Həyatda görmüsünüzsə, əgər məni həyatda görmüsünüzsə, mən həqiqətən çox arığam. Əgər həyatda görmüsünüzsə, bilmirəm, burada həyatda görənlər var ya yoxdur. Yəni, Günel ticarətdə işləyirəm, daimi orada mənə görə bilərsiniz. Mən çox çəki atmışam, çox çəki. Hətta o qədər çox çəki atmışam, yazıb ki, arıqsız, Anka çox sağ olur. Hətta o qədər çox çəki atmışdım ki, təsəvvür eləyin ki, öz məni bədən şəkilləndirmə əməliyyat eləyən doktor Elçin Zodan mənə zəng elədi. Görmüşəm, düz deyirsiniz, can. Dedi ki, Vüsalə, xəstəliyə tutulmuşsan, sən bu qədər arıqlamısan, figuran pozulub, gəl təzədən səni düzəldim. Dedim, yox, özüm arıqlamışam, proqrama qoşulub ondan arıqlamışam. Dırnaq qoymuram, istəmirəm, xoşuma gəlmir. Əvvəl xoşum gəlirdi, indi gəlmir. Bir də təzədən xoşuma gəlsə, təzədən qoyduracam, bacı qurban. Hələ ki qoymuram. Bəlkə yaya qoydurdum uzun dırnaqlar. Hə, dodağımı düzəltdirirəm. Hə, gözəl xanımlarımız. Deməli, mən Aytaç xanıma qoşuldum və Aytaç xanımla birlikdə artıq çəkimdən azad oldum. Və düzdür, tam olaraq istədiyim nəticə bu deyil. Amma ki, gərək cəhd eləyəsən də. Bir də neçə vaxtı mən arıqladım. Daha Aytaç xanımın dediklərini demək olar ki, eləmirəm. Dietasız, kofesiz, arıqlama çayı olmadan, heç bir detoks çaylarından istifadə etmədən, heç bir kapsulalardan istifadə etmədən evinizdə nə var bişirirsiniz, Aytaç xanımla birlikdə arıqlayırsınız. Sadəcə olaraq Aytaç xanımın dediklərini bir yerinə yetirirsiniz. Salam, aleyküm salam. Mənə deyin, zəhmət olmasa imkan yoxdur qoşulum. Mən necə arıqladığımı sənə desəm, xalq necə pul qazanacaq? Xanımın da imkanı yoxdur, o boyda institut oxuyub, xanımlarımızı öz oxuduğu peşə üzrə cəmaatı pulla arıqladır. Mən sənə desəm, sən də gedib Əliyə, Vəliyə, Pirvəliyə deyəcəksən, xanıma o ehtiyac olmayacaq. Bəs xanım necə pul qazansın? Deməli, qızlar, zehn və bədənin səhifəsi yuxarıdadır. Bəs neyniyək? Heç nə deyil, marafona qoşul arıqla. Marafona qoşul arıqla. Daha çox istəyirəm, aşkım. Az qazansın da, baş bayra. Başqasına gələndə az qazansın, öz-üzə gələndə mənim hamısı mənim. İkinci ayda xanımın dediklərini eləyirsiniz, ürəyim. Yox, çox pul istəmir, aşkım, 100 manatdır. 100 manatdır. Neyinirsiniz? Qoşulursunuz xanıma, ay ürəyim, sən də ki, qurban olum sənə. Get başqa yerdə reklam elə. Deməli, neyinirsiniz? Düz deyir də, o da onun əmək haqqıdır. Əziyyət çəkir. Əlbəttə ki, əziyyət çəkir. Axşamın xeyir. Aytaç xanımla birlikdə artıq çəkidən azad olursunuz, qızlar. Qəşəng paltarlarınız əynimizə rahat şəkildə olur. Mənim hətta elə şalvarlarım var ki, and ola Allaha, əynimə bombulun boşdur. Bombulun boş. Prosto mən o bir otağa getsəm, donacaq da, yoxsa görsədərdim sizə ki, paltarlarım nə qədər əynimə boşdur. İnanın mənə, sabahlarım əgər şey olsa, axotum olsa, bugün çox yorulmuşam. Sabahlarım sizə canlı yayımda bir-bir şalvarlarımın, bu günlərim istədim yığam aparam, Günel ticarətdə düzəldim. Dedilər ki, oradakı dərzi beli söküb yığmır da. Ona görə apara bilmədim. Amma mənim şalvarlarım, inanın mənə, əynimə nə qədər boşdur. Nə qədər boşdur.
Və bu Aytaç xanımın sayəsindədir. Aytaç xanım mənə o qədər özgüvən verdi ki, mən Aytaç xanımın dediklərini birə-bir elədim və artıq çəkimdən azad oldum. Bax, qabağa yay gəlir, kətan paltarlar gəlir, gözəl donlar gəlir, kətan şalvarlar gəlir. Bilirsiniz ki, yayda da ağ krem rəngi geyinilir də, düzdürmü? Niyə özü öldürsən cəmaat? Cəmaatı məcbur eləmirəm, ay bacı. Cəmaat arıqlasın. Arıqlamaq cavanlıq deməkdir. Arıqlamaq şuxluq deməkdir. Arıqlamaq sağlamlıq deməkdir. Yəni gözəllik üçün yox, sağlamlıq üçün arıqlasınlar. Diyeta saxlamırsan, çörəyi yeyirsən, yeməyi yeyirsən, arıqlayırsan. Bizim xanımlar özlərinə qıymır. Bilmirəm də bacı, bunlar özlərinə niyə qıymır? Az dişimə yutsun. Heç nə olmuyor bacı dişimə. Dodağımı ərit. O necə olur? Olur da bacı, görmürsən olur. Görmürsən olur. Gir səhifəmə bax. Olmayan şeyi dilimizə gətirib deyə bilərik. O necə olur ki, yeyə. Az arıqlayırsan da, deyil səhifə yuxarıdadır. Zehin və bədən. Ciş şalvarlarda da nə pis qalır qarın. Həqiqətən çox pis qalır. Əvvəlki videoya baxmışam, indi çox arıqsan. Çünki məni Aytaç xanım arıqlatdı. Həqiqətən Aytaç xanım sağlama. Bəli, deyil səhifəsi yuxarıdadır. Vüsün nə olar, dedə bizə biraz aşağı eləsin. Ay ürəyim, eləyir də imkansız xanımlara yüngül endirim eləyir. 20% endirim eləyir. İmkanı olmayan xanımlara 20% endirim eləyir. Ömrüm günüm. Ay İsmail, mən burada effektdən danışdım. Ay İsmail. Aytaç xanım sizə kömək eləyəcək, həm psixoloji dəstək olacaq. Xanım özü psixoloqdur. Səhifəsi deyək yuxarıdadır da, ay ürəyim, deyək yuxarıda. Andalallahi imkanım yoxdur. Ay ürəyim, imkanın yoxdur, problem yoxdur. Zehin və bədənə yaz, sənə endirim eləyəcək. Deyək səhifə yuxarıdadır. İndi 53 kiloyam. Deyək Aytaç xanım, yaz ki Aytaç xanım mənəm. Yaz, onu sabitlə bir dənə zəhmət olmasa. Deyək zehin və bədən səhifəsi yuxarıda qeyd olunub. Qoşulur, bizimlə birlikdə arıqlayın. Bir aylığı 100 manatdır. Aytaç bir dənə yaz ki, Aytaç xanım mənəm, xanımlar səni görsün. Yuxarıda zehin və bədən qeyd olunub, qızlar. Aytaç xanım odur. Ramo çox sağ ol. Ramo çox sağ ol. Təşəkkürlər. Hər ay 100 manat, bir ay 100 manat verirsən, bir ay. İkinci ay özün arıqlayırsan. Ramo çox sağ ol. Təşəkkürlər. Çox sağ ol. Salam bacı, saç baxım yağı göndərim. Yox. Deməli, gözəl xanımlarımız, səhifəyə yuxarı, hara getdin Aytaç? Aytaç xanımın səhifəsi buradadır, zehin və bədən. Zehin və bədənə sizə, çox sağ ol. Təşəkkürlər, çox sağ ol Ramo, təşəkkür edirəm. Necə arıq qalırsan, zehin və bədənlə.
Səhifə budur xanımlar. Bax, Aytaç xanım yazdı qızlar. Səhifə yuxarıda qeyd olunub. Zehin və bədən. Siz də qoşulun, bizimlə birlikdə arıqlayın. Çox sağ olun Nərgiz xanım, öpürəm sizi. İkinci ay çox Ramo çox sağ ol. Zehin və bədənin səhifəsi yuxarıdadır qızlar. Qoşulursunuz, mənimlə birlikdə siz də arıqlayırsınız. Təşəkkürlər, çox sağ olun. Əziyyət çəkməyin, çox sağ olun. Xəmir xörəkləri də yeyirəm, hər bir şey yeyirəm və arıqlayıram. Çox sağ ol Ramo, təşəkkürlər. Arıqlamağın nəyi pisdir ki? Arıqlamaq pis deyil qızlar. Bax, gözümdə linza var hal-hazırda, hə. Gözümdə linza var. Arıqlamaq pis deyil. Arıqlamağın nəyi pisdir? İstədiyim paltar Ramo, çox sağ ol, təşəkkür edirəm. İnci mətbəx, xoş gəlmişsən ürəyim. Nəyi pisdir ki? Arıqlayırsınız, gözəl görsənirsiniz, daha cavan olursunuz, daha baxımlı görsənirsiniz. İstədiyiniz paltarı alırsınız, geyinirsiniz, keçinirsiniz, daha gözəl, daha fit olursunuz. Özdəki insanlar kökələndə elə bir boy balacalaşır. Arıqlayanda elə bir boy uzanır. Valla mən səhv düşünürəm, ya da bilmirəm, mənə elə gəlir. Amma mən düşünürəm ki, insanlar arıqlayanda elə bir boy daha da çox uzanır. Salam, necəsən? Ramo deyir ki, düzdür. Sən mənə kömək eləmədin, ay rotkit, krotkit, sən də rotkitdir da adın. Qardaşsan, bacısan, onu da bilmirəm, kömək eləmədin. Sənə dedim, mənə kömək elə, nə olar pişiklərimi verim harasa. Zəng gəldi sizə, yox. Mən zəng eləməyin, canlıdayam. WhatsApp-a yaza bilərsiniz də. Dedim ki, bir dənə nə olar mənə yer tapın, mən pişiklərimi qoyum da. Ay Ramo müəllim, siz də bir dənə Sumqayıtda qalırsınız da, bir dənə maraqlanın görün, pişik qoymağa yer var. Kimsəsiz pişikləri sahibləndirici bir məkan varmı? Çöldən gətdiyim pişikləri sağaltmışam, onları aparıb qoymağa yer lazımdır. Kuklaya oxşursan. Hə. Qoy görək bu Deqediyanın. Ay, yüzü arıqlaya bilmirəm. Ay, Ramo, çıxdın sən. Ay Allah, gördün. Dedim, bir dənə Sumqayıtla da maraqlansaydılar. Deyildim ki, Sumqayıtda bir dənə maraqlana bilərsiniz, kimsəsiz heyvanlara baxırlar ya yox. Neçə ay getməliyik? Bir ay.